Sensasiyon xəbərlər yayılıb. Necə? Çünki Putinin iqamətgahında gizli qonağın olduğu bildirilir. Müçtəba Xameneyi barədə iddia isə gündəmi silkələyib. Bəli, indi Müçtəba Xameneyi barədə bilirsiniz ki, Amerika prezidenti Donald Trump belə son olaraq açıqlama verib ki, nə baş verir? Demək, onun ortada olmaması kifayət ciddi suallar yaradır. Mən şəxsən onun sağ olduğunu düşünmürəm, şübhə ilə yanaşıram deyən bir Trump var qarşımızda. Amma bir iddia da var ki, Müçtəba Xameneyi sən demə Putinin iqamətgahında imiş. Mümkün görünürmü? Hətta iddialardan biridir bu. Küveytin Əl-Carida qəzeti İran rəhbərliyinə yaxın mənbəyə istinadən sensasiyon bir iddia yayıb. Musavat.com xəbər verir ki, nəşrin məlumatına görə İranın yeni ali dini lideri Müçtəba Xameneyi fevralın 28-də Tehrana endirilən zərbələr zamanı yaralanıb və bundan sonra gizli şəkildə Rusiyaya aparılıb. Məlumatlara görə Müçtəba Xameneyi Rusiya hərbi təyyarəsi ilə Moskvaya evakuasiya edilib və bildirilir ki, paytaxtda ona təcili cərrahi əməliyyat keçirilib və hazırda o Rusiya prezidenti Vladimir Putinə məxsus iqamətgahlardan birində müalicə alır. Qəzet yazır ki, yaralanma Tehranda baş verən hücumların ilk günündə baş verib və lakin bu iddialar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və İran tərəfi də məsələ ilə bağlı açıqlama verməyib. Amma burada bir açıqlama var, Laricaninin açıqlaması. Larijani Müçtəba Xameneyinin gerçəkdən də yaralandığını daha öncə artıq söyləyib. Yəni bu sadəcə o sağ olduğunu deyib, yaralanma prosesi isə baş verib. Bugünə qədər gedən müzakirələrdə də bu şübhələr hələ də aktuallığını qorumaqdadır və nəzərə alın ki, bu məsələdə elə demək Donald Trump'ın sözləri artıq bir informasiya salır. Amerikanın lideri, dünyanın bir nömrəli super gücünün demək rəhbəri deyir ki, mən buna şübhə edirəm. Şübhə edirəm o deməkdir ki, əlimdə ciddi informasiyalar var. Müçtəba Xameneyinin durumu ilə bağlı, sağlıq durumu ilə bağlı, öldüsü qaldısı ilə bağlı.